için Aa, göydə işığa baxın bir dənə. olunmuştur. Amma 1981-1982 O nə ola bilər ki? illərdə onun görünməsi bir qədər intensivləşmişdir. Yəni həftədə Ha? 15-20 dəfədən bir qədər çox. Hal-hazırda zaman Həftədə gözlənilə bilən bu hadisə Hestalen işıqları adlanır. Ancaq bu Çox qəribədir ha. nədən baş verdiyi hələ də məlum deyil. İşıqların elmi bir izahı yoxdur. Nəticədə bir çoxları Ha, elmi. bu işıqların yad Hə, bu işıqlar görsənmişdi rayonlarda da. tahmin edirlər. Mən görmüşdüm. Çox keçmir, 4-5 dəfə görmüşəm. Qazaxıstanın Kalaçi kəndində illərdir ki, Qazaxıstanda. bu xəstəliyi baş alıb gedir. Qazaxıstanın və dünyanın bir çox ölkələrindən dəvət olunan alimlər bu qəribə xəstəliyə virus və ya bakteriyaların səbəb olduğunu deyirlər. Aha, xəstəliyinə yuxunun nə şey var ki? Xəstəliyə yoluxan insanlar iş yerlərində, məktəb partası arxasında yuxuya gedirlər və Yıxılırlar, onları bir neçə yuxuya saat gedirlər. ərzində oyatmaq olmur. İndiyədək təqribən 260 nəfərdə bu xəstəlik qeydə alınıb. Alimlər İndi o xəstəlik olmaz, o vaxt olub yəqin.